اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. İmamət məqamına sahib olan pak imamlarımızın Allah-u Teala yanında olduqca yüksək məqamları var. Bəs nə üçün onların adları Qur'an-ı Kərimdə açıq aydın zikr olunmayıbdı? Yer üzünü ədalətlə dolduran bəşəriyyətin xilaskarı Həzrəti Məhdi əleyhissalamın hansı səbəbdən Qur'an-ı Kərimdə açıq aydın adı deyilmir? Bu sualı verən əksər hallarda inkar mövqesində durduğundan verir. Və iman gətirməməsini də adın çəkilməməsi ilə əsaslandırır. Əgər elə bir şəxs olsaydı adı zikr olunardı. Və cavab da həm nəqzidir, həm də həllidir. Nəqzi nəyə deyilir? Hərfi mənada tənqidi cavab. Suala sualla verilən cavab. Nəqzi cavabda məsələ həllin elə də tapmır. Daha da böyüyür, daha da qüvvətlənir. Məsələn necə? Ərəb dilini bilən bir şəxs məntiq elmini bilənə sual verir ki, niyə bu qədər məntiq oxuyanlar var, amma danışanda məntiqsiz danışırlar? Sualı ərəbşünas ünvanlayır məntiq elmini bilənə. Həmin məntiq elmini bilən cavabın sualla qaytarır. Deyir, yaxşı, bu qədər ərəb dilini bilənlər var. Niyə danışanda səhvə yol verirlər? Qrammatik səhvlərə, xətalara yol verirlər. O da cavabında deyir ki, əməl eləmirlər də qaydalara ona görə. Deyir, səndə necədir? Elə bizdə də o cür nədir? Bizdə də məntiq elmini bilən, əgər məntiqi qaydalara riayət eləməsə, çox da ki, məntiq elmini bilir, danışanda, düşünəndə səhvlərə yol verəcək. Buna deyilir nəqzi cavab, sualı sualla verilən cavab. Nə üçün Allah-u Teala Qur'an-ı Kərimdə mənaları gün kimi bəlli olan ayələr nazil etmədi? Etsəydi, bugün müsəlman alimləri ixtilaf etməzdilər. Nə ayənin fəhmində, nə də onun təfsirində. İkinci, niyə Allah-u Teala Rəsul-u Əkrəmdən sonra imamətin seçim növünü açıq aydın demədi? Ki, nəss ilə olur, yoxsa şura ilə olur? Əgər desəydi, bugün ixtilaf olmazdı. Niyə Allah-u Teala Qur'an-ı Kərimdə Əhl-i Beytin kimlər olduğunu açıq aydın demədi? Görəsən zövcələr də daxildir, yoxsa daxil deyil? Əgər desəydi açıq aydın, bugün ixtilaf olmazdı. Niyə Allah-u Teala münafiqləri adlarını Qur'an-ı Kərimdə demədi açıq aydın? Desəydi ümmət tanıyıb çəkinərdi. Cavab olaraq budur ki, bu verilən bu qədər sualların cavabı həm Qur'an-ı Kərimin zahirində və ya batinində və yaxud da Rəsul-i Əkrəmin sünnəsində var. Necə ki, bu sualların cavabı Qur'anın zahirində və ya batinində Rəsul-i Əkrəmin sünnəsində tapılır. Eynən niyə Allah-u Teala Məhdi əleyhissalamın da adını Qur'an-ı Kərimdə çəkməyib, o sualın da cavabı ya Qur'anın zahirindədir, ya batinindədir, ya da Rəsul-i Əkrəmin sünnəsindədir. Salavat zikr eləyək. Ali Muhammed Accil fərəcəhu. Bu nəqzi suala sualla verilən bir cavabıdır. İkinci, həlli cavabdır. Həlli cavablar çoxdur. İndi çox da uzatmayacağım. Bir neçəsinə toxunaraq. Həlli cavablar çoxdur. Biri budur ki, bu şərti hardan gətirirsiniz?
Qur'an-ı Kərimin hansı ayəsində deyilib ki, İmam Məhdiyə iman gətirməyin şərti onun Qur'an-ı Kərimdə adının açıq-aydın zikr olunmasından sonradır. Yəni, belə bir şərt var Qur'an-ı Kərimin hansısa bir ayəsində. Və yaxud da Rəsul-i Əkrəmin sünnəsində hansı bir yerində var ki, əvvəl ad zikr olunmalıdır, sonra ona iman gətirilməlidir. Belə bir şərt yoxdur. Əgər şərt olsaydı qəbul, irad yerindədir. Bu cür şərt nə Qur'an-ı Kərimin ayələrində var, nə də Rəsul-i Əkrəmin sallallahu aleyhi və aleyhi və səlləmin sünnəsində var. İkinci budur ki, hamımızın etiqadı budur, Allahu Hakim. Allah-u Teala həkimdir, yəni hikmətlidir. Allah-u Teala hikmətlidir və hikmətinin tələbinə uyğun iş görür. Məsələn, onun hikməti tələb edir ki, Qur'an-ı Kərimdə qarışqanın adı zikr olunsun. Nə deyirlər qarışqaya? Nəml surədir. Onun hikməti tələb edir ki, ağcaqanadın adı zikr olunsun. Bəuza, Bəqərə surəsində. Ağcaqanad. Hikməti tələb edir ki, arının adı zikr olunsun. Və yaxud filin, heyvan, onun adı deyilsin. O tərəfdən də Allah-u Teala'nın hikməti tələb edir ki, bu heyvanların adı çəkilsə də bəzi ənbiyaların adı çəkilməsin və yaxud da onların başlarına gələn əhvalatlar Qur'an-ı Kərimdə zikr olunmasın. Yəni bu sualın özü ünvanları Allah-u Teala'ya niyə Allah çəkmədi? Allah ünvanlanırdı. O həkimdir, hikmətlidir. Hikməti tələb edir ki, çəkilməsin. O tərəfdən tələb edir ki, bəzi heyvanların adları çəkilsin. Yaxşı, onda belə çıxır ki, adı çəkilən heyvanlar, fil, qarışqa, ağcaqanad və bir də arı, onlar adı çəkilməyən peyğəmbərlərdən nauzubillah üstündülər. O sadəcə Allah-u Teala'nın hikmətinə bağlı olan bir şeydir. Allah-u Teala istəyib ki, ad çəkilməsin. O adın yerinə vəsf və əlamətlər deyilsin. Necə ki, Həzrəti İmam Zaman ağanın məşhur olan vəsf və əlamətlərindən biri də Bəqiyyətullah, Allah-u Teala'nın yer üzündə saxladığı və Mə'u Mə'in və digər əlamətlər, həmçinin Əmirul Müminin. Allah-u Teala onu elə bir əlamətlə vəsf edir ki, başqaları o sifətdə şərik deyirlər onunla. Maidə 55-ci ayə. Rükuda zəkat verən möminlər. Kimdir rükuda zəkat verən mömin? Mövla Əmirul Müminin. Bu sifətdə heç bir şəxs onunla şərik deyil. Elə o sifətin özü birbaşa Əmirul Mümininə işarədir. Və sariyə və sariyə. Adın çəkilməyinin nə önəmi var? Əgər adın çəkilməyinin önəmi olsaydı, onda Rəsul-i Əkrəm sallallahu aleyhi və aleyhi və səlləmin adı Tövratda və İncildə də çəkilmişdi. Hansı dəlil əsasən deyirik? Elə Qur'an-ı Kərimin bir ayəsinə əsasən. Əraf surəsi 157-ci ayə. Əl-ləzinə, o kəslər ki, yəttabi'unər rəsulə, Allah-u Teala tərəfindən göndərilənə tabi olurlar. O kimdir? Nəbiyyəl ummiyyə, ummi nəbidir. Yəni, heç kəs ona təhsil verməyib. Və yaxud da umminin bir mənası budur ki, Məkkəlidir. Yəni, orada işimiz yox, onun mənasının dərinliyə varmırıq. Ummi nəbiyyə, o kəslər ki, tabi olurlar. Əlləzi, o nəbi ki, yəcidunəhu məktubən, onun adını və əlamətini, hər ikisini taparlar və yaxud yazılmış halda görərlər. İndəhum fit Tövrat, yanlarında olan Tövratda və İncildə. Yahudilər Tövratda onun adını görərlər. Hristiyanlar da İncildə onun adını görərlər. Nə oldu? Bütün Hristiyanlar müsəlman oldular? Yox. Bütün Yahudilər müsəlman olublar? Yox. Demək, adın çəkilməyinin nə önəmi var ki, bu çəkilməlidir ki, mən iman gətirim.
Resul-i Əkrəmin adı Tövratda da olub, Quran ayəsi buyurur. İncildə də olub. Hristiyan, Yahudilər müsəlman olublar hamısı? Yox. Hətta Allahu Teala buyurur ki, onlar peyğəmbəri övladlarını tanıdıqları kimi tanıyırdılar. Nə adın çəkilməsi? Adın çəkilməsindən də daha da qəvi, şiddətli. Onlar insan övladını necə tanıyar ha? Onlar peyğəmbəri o cür tanıyırdılar. İstər Yahudilər, istər Hristiyanlar. Hansı ayədir? Əl-ləzinə ətəynəhumul kitəbə. O kəslər ki, biz onlara kitabı verdik, ya'rifunehu. Onlar peyğəmbəri tanıyırdılar. Kəmə ya'rifune əbnəəhum. Necə ki, övladlarını tanıyırdılar. Övladlarını tanıdıqları kimi peyğəmbəri də tanıyırdılar. Amma nə baş verdi? Bu cür tanımaqlığa baxmayaraq nə baş verdi? Arxasıca Allahu Teala buyurur: "Xəsiru enfusahum." Özlərinə ziyan etdilər. Fəhum la yu'minun. Onlar iman etməzlər. Hələ tanımaqda bunlar xəsarətə yetdilər. Qaldı ki, adın çəkilməsi. Allahu Teala bizi Həzrəti Məhdi əleyhissalama ömrümüzün axırına qədər bağlı olan salih qullarından qərar versin. Amin. Bu tanıma kifayət etmədi. İsa əleyhissalam buyurur ki, İnni Resulullah ileykum. Mən Allah-u Teala'nın sizə göndərdiyi peyğəmbərəm. Musaddiqən limə beynə yədəyyə minət Tevrat. Qarşınızda olan Tövratı da təsdiqləyirəm. Və mübəşşirən və sizə muştuluq verirəm. Bir rəsulin, bir peyğəmbər ki, yəti min bə'di, məndən sonra gələcək, ismuhu Əhməd sallallahu aleyh və alihi və səlləm. Adında çəkir İsa peyğəmbər. Amma fələmmə cəəhum bil bəyinət, elə ki onlara möhkəm dəlil gəldi, qalu, dedilər, həzə sihrun mubin. İman gətirmədilər ki, dedilər ki, bu açıq aydın sehirdir. Nə olsun ki, adını eşitmişdilər? Və nə olsun ki, ad çəkilib Tövratda və İncildə? İman gətirməməyi, adın çəkilməyi ilə əsaslandıran, onda gərək bunlara cavab versin. Bu mətləblərə aydınlıq gətirsin. Odur ki, əlamət və vəsflər ki, Qur'an-ı Kərimin ayələrində gəlir imamət barəsində və Həzrəti Məhdi salavatullah aleyh və səlamuhu barəsində gərək baş vurasan məsumların hədislərinə və həmin mənaları Allah-u Teala'nın qəsdini əldə edəsən. Çünki ilahi qəsdi bilən, ilahi elmə sahib olan şəxslərdir. Onlar da Resul-i Əkrəm başda olmaqla digər məsumlarımızdır. Allah-u Teala bizi Həzrəti Məhdinin intizarını çəkən salih qullarından qərar versin.